Cənub mətbəxinin məşhur şirniyyatlarından biri olan zeyrən çörək reseptini paylaşacağam. Yoğurma qabına ilıq süd, şəkər, quru maya əlavə edib qarışdırdım. Üzərinə bir yumurta, bütöv və 2 yumurta ağını, əritdiyim çörək yağını da əlavə edib qarışdırdım. Daha sonra ələnmiş un, onun da üzərinə duzu əlavə edərək qarışdırdım. Unun qalanını da əlavə edib ələ yapışmayan yumuşaq bir xəmir əldə etdim. Xəmiri yoğurma qabına yerləşdirib üzərini örtüb 1 saat dincəlməyə göndərdiyim içiliyi üçün un və kərə yağından umaç hazırlayıb üzərinə şəkər tozu, hil və sarı kök əlavə edib yaxşıca qarışdırdım. Artıq içiliyi hazırdır. İstifadə etdiyim ərzaqların miqdarını və ətraflı məlumatı açıqlamalarda qeyd edəcəm. Xəmir də yetərincə mayalanıb havasını alıb uzunsov formaya gətirib 10 eyni bərabər hissəyə böldüm. Bir kündənin ağırlığı 175-180 qram arasında dəyişəcək. Xəmiri kündələyib üzərini örtüb ilk hazırladığım kündədən başlayaraq zeyrən çörəklərimi bişirəcəm. Oxlov istifadə etmədən xəmirdən böyük boşqab ölçüsündə yayıb, içilikdən 2 yemək qaşığı qədər qoyub kənarlarını bu şəkildə bərkitdim. Daha sonra kənar hissəsini şəkərbura formasında bükürəm. Kənarını bükdüyüm xəmiri yağlı kağız sərdiyim soba listinə yerləşdirib əvvəlcədən ayırdığım 2 yumurta sarısının üzərinə duru yağ əlavə edərək qarışdırdım və zeyrən çörəklərin üzərinə çəkdim. Çəngəl ilə istənilən formada üzərini naxışlayıb və bir neçə yerdən də deşib əvvəlcədən qızdırdığım 200 dərəcəli sobada alt-üst rejimdə üzəri gözəl qızarana qədər bişirdim. Çox yumuşaq, çox ləzzətli alınır. Videonu bəyənib paylaşıb səhifəni takib etməyi unutmayın.